Hə, üzrlü sayın səsimi bağlamışam. Müəllimə, deyə bilərsinizmi ki, bax qiymətləndirmə təlim fəaliyyətinə əsasən aparılır. Fikri doğrudurmu? Xeyr, xeyr. Təlim nəticəsinə uyğun aparılır. Ay, sağ ol, doğrudur. Yaxşı, şagird mövzuya uyğun nümunələr gətirir. Biliyin və təfəkkürün növü. Mövzuya uyğun nümunələr gətirir. Bilik konseptual olacaq, təfəkkür də məntiqi təfəkkür olacaq da. Aha, bilik konseptual, təfəkkür olaraq da məntiqi təfəkkür götürəcəyik. Bəs idrak taksonomiyanın hansı mərhələsi olacaq? Xatırlamaq. Cümləni əvvəldən deyim, nümunələr gətirir. İdrak anlama mərhələsidir. Ay, sağ ol, doğrudur. Deyirəm ki, şagird vətənpərvərlik hissi nümayiş etdirir. Verilmiş təlim nəticəsi doğru təlim nəticəsidirmi? Bəli, bəli. Aha, deyirəm ki, şagirdlərdə milli bəşəri dəyərləri formalaşdırır. Doğru təlim nəticəsidir? Xeyr. Niyə? Çünki müəllim edir, şagird etməlidir. Ay, sağ ol. Təlim nəticəsi şagirdin fəaliyyətinə yönəlməlidir. Doğrudur. Təşəkkürlər Xatirə müəllimə. Yeganə müəllimə, siz gəlin. Yeganə müəllimə, bax, bu iş üsulu böyük qrup və kiçik qruplar şəklində aparılır. Daxili qrup və xarici qrup var. Hansı iş üsuludur bu? Daxili qrup, xarici qrup. Aha. Balıq. Oy. Hə. Daxili qrup xarici ziqzaq dövmü? Xatirə müəllimə ipucu verdi. İçində də balıq saxlayır. Akvariumda var, ziqzaqda var. Akvariumda. Daxili, ziqzaqda daxili qrup yoxdur müəllimə. Ana qruplar var, doğma qrup. Doğma qrup var. Amma akvariumda böyük və kiçik qrup var. Həm də akvariumda başqa nələr var? Yoldaş qiymətləndirməsi, birgə öyrənmə var, müzakirə bacarığı var və orada bir də refleksiya bacarığı. Refleksiya üsulları hansıdır yeganə müəllimə? Refleksiya üsulları, çıxış bileti də var. Çıxış bileti təlim üsulu deyil müəllimə. O refleksiyanın üsuludur. Çıxış bileti. Bildim. Bibö, akvarium, 3-2-1 cümlə kökləri. 4 dənəsində var. Cümlə kökü iş üsulu deyil canım mənim. Cümlə kökü refleksiyanın üsuludur. Mən bu interaktiv üsullardan... İş üsulunda bibödür, akvariumda 3-2-1-dir. Ay, sağ ol. Bunlarda refleksiya var, bəli. Yaxşı, bəs deyirəm ki, birgə öyrənmə, yoldaş qiymətləndirməsi hansı iş üsulunda var? Akvarium karusel. Bəs yaxşı, diaqnostikin üsulları hansıdır? Deyim də hansılardır. Bibö klaster. Bibö klaster, doğrudur. Deyirəm ki, müəllim qiymətləndirmə meyarları hazırlayarkən keçmədiyi mövzundan tapşırıqlar salmışdı. Bu zaman müəllim qiymətləndirmənin hansı prinsipini pozmuşdu? Keçmədiyim qiymətləndirmənin? Aha. Qiymətləndirmənin neçə prinsipi var müəllimə? Etibarlılıq var, bir də uyğunluq var. Ay, sağ ol. Keçmədiyim mövzudan sual salmışam. Yadıma Hə. Hansı olacaq burada? Burada hansı olacaq? Uyğunluğu pozub da. Uyğunluğu pozub, doğrudur. Natəvan, çox sağ ol yeganə müəllimə. Natəvan, informatika Natəvan gəlsin. Bəli, müəllimə. Natəvan müəllimə, diqqət. Bax, ismin tərifini de. Cümlədə isimləri qruplaşdır. Verilmiş cümlədə ən önəmli isimləri müəyyənləşdir. Verilmiş tapşırıq hansı iş üsulu ilə həyata keçirilir? Elə bildim, bulma sorusu. Hansı iş üsulu ilə həyata keçirilir? Bir dənə, burada 4 dənə fakt dediniz də, eləmi? Mən hələ davamını demədim də, müəyyən tapşırıqları dedim ki, ismin tərifini deyir, cümlədə isimləri qruplaşdırır, sonra ən önəmlilərini müəyyənləşdirir. Şirinova. Bilmədim axı. Bloom kubu müəllimə. Ay, sağ ol. Bloom kubu, doğrudur. İstədim deyəm. İstəmə də müəllimə, istəmə de. İstəmək yox, demək lazımdır. Baxın,
Bax, siz elə deyəndə mən onda şey oluram, əslində o dəstəkləyici mühitdir də, o sağlam psixoloji bir ortam yaratmışıq biz burada. Yəni burada sizi asan yox, kəsən yox. Bilməyəcəksiniz, səhvinizi düzəldəcəyik. Burada nə var ki? Hə. Müəllimə, baxdığınız film qəhrəmanlarının vacib mənəvi keyfiyyətlərini izah edin. İdrakın mərhələsi. Müəllimə, cümləni bir də deyin nə olar? Uşağa fikrim getdi. Baxdığınız film qəhrəmanlarının vacib mənəvi keyfiyyətlərini izah edin. Bu təhlil olar da. Ay sağ ol, təhlildir. Hə, Natəvan müəllimə, deyə bilərsinizmi ki, dərs zamanı şagirdlərə hərəkət edə bilmə imkanı yaradır? Hansı iş üsuludur? Hərəkət edə bilmə imkanı yaradan iş üsulu. Kinestetik öyrənimlər daha çox. Hə, sinif künçləri. Ay sağ ol, sinif künçləri. Bəs yaxşı, hansı iş üsulunda natiqlik, dürüstlük, düzgünlük bacarığı formalaşdırır? Bu debatdadır. Debatdadır. Doğrudur. Sual vermək bacarığı, sual tərtib etmək bacarığı hansı iş üsullarında var? Bir neçəsini sadalaya bilərsiniz müəllimə. Səbinə müəllimə. Sokrat dialoqu. Hə, səsi bağlamışam, burada öz-özümə danışıram. Hə, deyin Natəvan müəllimə. Sokrat dialoqu. Başqa hansını sadalaya bilərsiniz? Elə birinci o gəldi ağlıma müəllimə. Mən deyim müəllimə. Deyin yeganə müəllimə. Bax, bunun kubu, Sokrat, mən kiməm? 3-2-1, Bibö, sonra 4N1 KH. Ay maşallah. Bax, bunların hamısında var. Aha, deməli, müəllimə, o 4M1HK-da uşaq sual tərtib etmir. Suallara cavab verir. Amma sual tərtib etmə bacarığı Sokrat dialoqunda var. Mən kiməm-də var. Görürsünüz, uşaqlar sual verir. Bunun kubunda var. Bir-birdə var, 3-2-1-də var, bəli. Bəs yaxşı, bir dənə sual verəcəm. Şagird maraqlarını ölçən iş üsulu. Şagird maraqlarını. Bunu dəfələrlə demişəm. Görüm kim cavab verəcək. Təranə müəllimə əl qaldırıb. Buyurun Təranə müəllimə. Bibö. Aha. Bibödə var şagird marağını ölçən. Biri də hansı idi? 3-2-1. Ay sağ ol. Bibö bir də 3-2-1. Görürsünüz, orada biz nə edirik? Şagird, məsələn, 3 hissəli diaqramda, 3 hissəli cədvəldə birinci hissəyə bildiyini yazır. İkinci hissəyə bilmək istədiyini, ona qaranlıq qalan, onun haqqında daha nə öyrənmək? Demək, biz onunla onun marağını üzə çıxartdıq. 3-2-1-də də yenə elədi. 3 özü üçün yadında qalanı deyəcək. 2 ən maraqlı faktı deyəcək. Bir də onun üçün qaranlıq qalan, bilmək istədiyi bir məqamı. Bununla biz şagirdin marağını ortaya qoymuş oluruq. Təşəkkürlər Natəvan müəllimə. Günay Məmmədli burada. Bəli müəllimə. Günay müəllimə, real həyat hadisələri üzərindən araşdırma aparır şagird. Söhbət hansı iş üsuluna? Necə? İnsident üzərində iş. Bəli. Bu iş üsulu işarələrlə həyata keçirilir. Səmərəli mütaliə. Insert, bəli. Yaxşı. Deyirəm ki, dövlətin büdcəsinin çoxlu vəsait toplanması üçün verilmiş yollardan hansı daha effektlidir? İdrakın mərhələsi. Təhlil mərhələsi, doğrudur. Yaxşı, deyirəm ki, burada şagirdlər 4 qrupa bölünür. Doğma qrup, ana qrup var. Hansı iş üsuludur? Doğma qrup, ana qrup. Doğma qrup, ana qrup, hə. Dinləyib anlama bacarığı formalaşdırır bu iş üsulunda. Səbinə. Bax, mən söz dedim. Zigzag iş üsuludur, doğrudur. Bəs xəyali situasiya hansı iş üsulunda? Xəyali bir situasiya. Simulyasiyada. Ay sağ ol, doğrudur. Sonra Mətanət müəllimə gəlsin. Təşəkkürlər Günay müəllimə. Mətanət müəllimə. Bəli. Ünsiyyət texnikası, layihələrin hazırlanması hansı iş üsulunda?
Üç. Müəllimə, mən deyim. Qızıl Hə, deyin. dairə. Qızıl Qızıl. dairə. Qızıl dairə. Doğrudur. Üç əlli. Yaxşı. Planlaşmanın neçə növü var, Mətanət müəllimə? Cari planlaşdırma, gündəlik və cari planlaşdırma. Aha, doğrudur. Bax, belə bir sual verirəm. Deyirəm ki, arzu testləri yoxlayıb səhvlərini müəyyənləşdirdi. Hansına aiddir? İdrakın hansı mərhələsidir? Testlərini yoxlayıb, səhvlərini müəyyənləşdirdi. Anlama. Xatirə müəllimə, Təhlil. Dəyərləndirmə. təhlil mərhələsi. Bax, siz burada nədir? Səhvi düzdən ayıracaq. Yəni burada əslində Bəli, fərqləndirir. açar sözü bu təhlil mərhələsində də var. Deməli, yoxlamaq sözü təhlildə də var. Yoxlamaq sözü deməli dəyərləndirməkdə də var. Amma burada cavabları yoxlayır. Səhv ayırır, düz ayırır, hansıdırsa müəyyənləşdirirsə bu təhlil mərhələsidir. Yaxşı. Mətanət müəllimə, deyirəm ki, sualı faktlara əsasən əsaslandır. Təhlil mərhələsi. Təhlil. Müəllifin mövqeyini müəyyənləşdir. O da təhlil. Ay, sağ ol. Doğrudur. Yaxşı, deyirəm ki, qruplar bir-birinin işini nəzərdən keçirmə imkanı verir bu iş üsulunda. Yoldaş qiymətləndirməsi birgə öyrənməni formalaşdırır. Karusel. Karusel, doğrudur. Sonra gəlsin Musayeva Vüsalə. Bəli. Şagird qrup müzakirəsi zamanı mövzu ilə bağlı fikirlərini yeni və fərqli formada təqdim etdi. İdrakın hansı mərhələsidir? Təqdim etdi, dəyərləndirmə. Bax, fikirlərini yeni və fərqli formada. Yaratmaq. Bəli, yenilik varsa burada, yeni nə isə ortaya qoyursa yaratmaq mərhələsidir. Müəllim son zəhlə bağlı bir neçə let nümunəsi göstərərək onlardan hansının daha məqsədə uyğun olduğunu soruşur. İdrakin hansı Anlam. Müəllimə, daha məqsədə uyğununu soruşuram. Daha təhlil. Təhlil mərhələsidir, doğrudur. Şagirdlər problemi irəli sürən və problemin həll yollarını təklif edən iki qrupa ayrılır. Hansı iki? Ay, sağ ol. Fikrin interpretasiya olunması hansı iş üsulunda var? Interpretasiya olunması. Hə. Anlama. Yox, anlamada var interpretasiya. İş üsulu olaraq Hatırlamadım mən. sinektika. Sinektikada fikrin interpretasiya olunması var. Doğrudur. Sonra deyirəm bu üsulda qruplara bölünmüş şagirdlər öz mövqeyini, arqumentlərinə müdafiə edirlər. Söhbət hansı iş üsulundan gedir? Dəyərlənmə aracı. Arqumentlərinə müdafiə edirlər. Arqumentlərinə müdafiə edirlər. Aha, hansı iş üsuludur? Arqument harda Səbinə? Debat. Bəli, debatdadır. Doğrudur. Şirinova siz gəlin. Təşəkkürlər Musayeva. Sağ. Aha. Müəllimə, deyə bilərsinizmi ki, bu iş üsulu deməli öyrənilən cisim və hadisənin xüsusiyyətlərini sadalamaq imkanı verir. Xüsusiyyətlərini sadalamaq imkanı verir. Hə, dinləyib dinləmə bacarığı formalaşdırır. Əşyanın xüsusiyyətlərini sadalama ən çox ibtidai siniflərdə aparılır bu iş üsulu. Deməli, aksiyon. Aksiyon, ay sağ ol, doğrudur. Çətin vəziyyətdə qərar qəbul etmək üçün problemi bir neçə həll yolunu tapmaq. Hansı iş üsuludur? Qərarlar ağacıdır, doğrudur. Sonra müəllim şagirdlərə dialoq təqdim edir və deyir, dialoqu nəzərdən keçirərək əsaslı və əsassız fikirləri bir-birindən fərqləndirməyi istəyir. Hansı iş üsuludur? Yox, istəyirəm. İdrakin hansı mərhələsidir? Təhlil. Necə? Təhlil.
Sağ ol. Təhlil mərhələsidir, doğrudur. Təlim nəticəsi və qiymətləndirmə meyarları nə zaman şagirdə elan olunmalıdır? Dərsin deməli ilin əvvəlində. İlin əvvəlində yoxsa dərsin əvvəlində? Dərsin əvvəli. Dərsin əvvəlində müəllimə. İlin əvvəli yox. Dərsin, yəni 1:45 dəqiqə akademik dərsin əvvəlində. Şagird məlumatlardan istifadə edərək tapşırığı düzgün formada həyata keçirtdi. İdrakın hansı mərhələsidir? Deməli həyata keçirtdi, anlamadı. Həyata keçirtdi. İcra var burada, bir yerinə yetirmə var. Tapşırıqları, məlumatlardan istifadə edəcək. Neyniyəcək? Tapşırığı yerinə yetirəcək. Hansı mərhələ olacaq müəllimə? Yaratma. Xatirə müəllimə, Tətbiq. tətbiq mərhələsi, bəli müəllimə. İcra edir. İcra varsa, yerinə yetirmə varsa tətbiq mərhələsidir. Sonra Xatirə müəllimə siz gəlin. Mən gəldim, amma gən də gəlim də, problem Hə, yox. sizinlə danışdımsa yox. Növbə onda Aygün kimya? Qoy hamıya vaxt çatsın. Aygün müəllimə burada. Aygün müəllimə də gəldi də. Elə birinci Aygün müəllimə oldu, ikinci idi, Eləmi? üçüncü demə. Hə, olsun. Mən Gəlmirəm. Mən gəlim. Yox, Sevinç müəllimə burada, Sevinç müəllimə. Kim danışmayıb, onlar Bəli. danışacaq müəllimə. Sevinç Bəli. müəllimə. Sevinç müəllimə, Bəli. bax belə bir situasiya deyirəm, iş üsulları ilə bağlı. Bax qərar qəbul etmə bacarığı var. Arqumentlərindən iş var. Sual tərtib etmə bacarığı var. Natiqlik qabiliyyəti. Söhbət hansı iş üsulundan gedir? Debatdan müəllim. Debatdan. Bu iş üsulu dərsin əvvəlində aparılır. Hansı iş üsuludur? Əslində beyin həmləsi. Beyin əmləsidir. Deyirəm ki, şagird kənarda yazılan sözlərdə nəticə çıxararaq ortadakı anlayışı tapır. Hansı iş üsuludur? Anlayışların çıxarılması. Deduksiya hansı iş üsulunda? Deduksiya. Klass deyirdə. Ay sağ ol. İnduksiya harda? Anlayışların çıxarılması. Ay sağ ol. Doğrudur müəllimə. Yaxşı. Deyin görün müəllimə. Müəllim dərs zamanı əlində olmayan resurslardan planlaşmasına daxil etmişdi. Smartın hansı tələbi pozulmuşdu? Real imkanları nəzərə almayıb da. Ay sağ ol. Deməli, real imkanları nəzər. Yaxşı, bəs deyirəm ki, zəng vuruldu, amma hələ müəllim standartı reallaşdıra bilmədi və ev tapşırığı verməyib. Smartın hansı tələbi pozuldu? Time, vaxta riayət etməyib. Ay sağ ol. Gündəlik neçə təlim nəticəsi qoya bilərik müəllimə? 2 ya da 3. Yaxşı. B planı nədir? Müəllimin B planı nədir? Əgər B planı odur ki, gündəlikdə yazıq özümüzə, o B planıdır. Əgər yəni yox, ikinci plan olmalıdır. Hər gündəlik yazarkən özümüzü ikinci planda müəyyənləşdirməliyik ki, əgər bu planı həyata keçirə bilməsəm, B planım olsun. Ay sağ ol, doğrudur. Yəni müəllim o qabaqcada yarana biləcək problemlərlə bağlı deməli özü üçün plan tutur ki, bu gün mən deyəcəm, gedəcəm məktəbin həyətində dərs keçəcəm, biologiya dərsi, canlı təbiətdə dərs keçəcəm. Getdim, yağış yağdı, tufan qopdu, dərsimi həyata çıxarda bilmədim. Neynəməliyəm? Mənim B planım olmalıdır. Nələrdən, hansı vəsaitlərdən və resurslardan istifadə edərək dərsimi davam elətdirəcəm. Refleksiya üsulu hansıdır müəllimə? Ən effektivi. 2-1. Ay sağ ol, 3-2-1. doğrudur. Doğrudur. Təşəkkürlər. Ayda Dünya Almaliyeva burada. Bəli, müəllimə. Ayda müəllimə, müəllim dərsin məqsədini müəyyən edərkən şagird nə öyrənəcək yanaşmasında olmalıdır. Fikri doğrudurmu? Nə öyrənəcək yox, necə öyrənəcək? Necə öyrənəcək də doğrudur müəllimə? Nə öyrənəcək də doğrudur? Yəni şagird Məzmun mən nə məzmun keçəcəm olanda yox, nə bax, öyrənəcək? müəllim nə keçəcək yox, şagird nə öyrənəcək yanaşmasında olmalıdır. Yəni birbaşa biz burada şagirdin fəaliyyətinə yönəlməliyik. Məzmun komponentindədir də müəllimə bunlar. Hə. Məzmundadır, dərsin məzmunu zamanıdır da nə öyrədirik? Diferensial yanaşmada məzmun komponentlərində var idi ki, biz Bloom taksonomiyasının feillərinə uyğun tapşırıqlarımızı qoyacağıq.
Deməli, biz təklif olunan həll yollarının müsbət tərəflərinin mənfi tərəfindən çox olması tələb olunur. Müsbət mənfidən çox olması tələb olunur. Hansı iş üsuludur? Müsbət mənfidən Çox olmalıdır. sualı bir də səsləndirin müəllimə. Bax, təklif olunan həll yollarında müsbət tərəf mənfidən çox olması istənilir. Debatdadır. Səbinə Yox. Qərarlar adı. qərarlar Qərarlar ağacıdır. ağacında. Doğrudur. Hə, seçib ən səmərəlisini götürürlər. Ən səmərəli yolların seçilməsi ilə qərarlar Bəli, bəli. arasındadır. Bəs şagirdlərdən mətnin sonrası ilə bağlı fikir bildirmələri tələb olunur, təxəyyülü inkişaf elətdirir. Hansı iş üsuludur? Proqnozlaşdırma. Proqnozlaşdırma. Differensial təlimdə hansı xüsusiyyətləri nəzərə alırıq müəllimə? Differensial təlim fərqli yanaşma deməkdir, fərqli yanaşma deməkdir. Hə. Hansı xüsusiyyətləri? Hansı xüsusiyyətləri, şagirdlərin hansı xüsusiyyətlərini nəzərə alaraq biz dərsimizi quracağıq? Müəllim, o məsəl üçün hansı görərək öyrənir, hansı Şagirdin eşidərək öyrənir, marağını, bax, 1 marağını, 2 öyrənmə tərzini. öyrənmə tərzini, bir də şagirdin səviyyəsini. Yəni hansı səviyyədədir, marağı nəyədir, hansı öyrənmə tərzinə sahibdir? Audialmı öyrənməyi sevir, vizualmı, kinestetikmi, oxuyub yazaraqmı və s. Yəni deməli bu qaydada öyrənməyə sahibdir. Differensialda bunları nəzərə alırıq. Təşəkkürlər Aidə müəllimə. Aidə müəllimə, təkrara çox vaxt ayırın əzizim. Təkrara çox vaxt ayırın. Kimsə qaldı danışmayan burada müəllimlərdən? Mən. Hə. Səbinə müəllimə, planlaşmanın neçə növü var? Təlim planlaşma 2 cürdə, cari, perspektiv. Bəs geriyə planlaşma hansı hissələrdən ibarətdir? Təlim nəticəsi, qiymətləndirmə, öyrənmə fəaliyyəti. İllik planlaşmamıza nələr daxildir? İllik planlaşdırmaya Mhm. bir ipucu verin daha gəlsin. Tədris vahidi, standartlar, forma. Proqram Standartlar bəlkə. sonra mövzu, Mövzunun adları da, hə. İnteqrasiya da oraydı müəllimə. inteqrasiya, resurslar, qiymətləndirmə, saha, tarix. Bunlar illik Bəli. planlaşmamıza daxildir. Şagirdlərdə vətənpərvərlik hissini aşılayır. Verilmiş təlim nəticəsi doğrudurmu? Yox, müəllim aşılayır bunu. Xeyr. Aysoq, müəllimin fəaliyyətinə yönəlibdir, doğru təlim nəticəsi deyil. İlham Əliyevin Qarabağın azad olunması yolunda keçirdiyi islahatlardan hansı daha əhəmiyyətlidir? İdrakın hansı mərhələsidir? Təhlil. Verilən məlumatlardan istifadə edərək cədvəli qur. İdrakın mərhələsi. Tətbiq etmə. Yaxşı, doğrudur. Mətndəki həlledici məqamları göstərmək üçün sxem hazırla. İdrakın mərhələsi. Sxem hazırlamaq, yaratmaqdır bu. Müəllimə, bax, diqqət elə. Mətndəki həlledici məqamları göstərmək. Həlledici, təhlil. Ay sağ ol. Həlledici məqam, vacib məqam, ən faydalı, ən effektiv tapırıqsa, deməli bu təhlil mərhələsidir. Birgə öyrənmə yoldaş qiymətləndirməsi. Hansı Akvarium karışdır. Bəs yaxşı, deyə bilərsinizmi ki, şəxsi ifadə tərzi formalaşdırır, özünə inam hissi formalaşdırır. Hansı iş üsuludur? Şəxsi ifadə hansındadır? Konseptual anlayışdır o, konseptual. Bax, Yox. Bunun hansı yeganə müəllimə? Beyin həmləsi, özünə inam. Özünə inam hissi, şəxsi ifadə tərzi, problemli situasiya qoyulur və ona uyğun cavablar səsləndirilir. Bu iş üsulunda şagird tərif və xüsusiyyətləri təhlil etməklə nümunə və qeyri-nümunələr gətirir. Hansı iş üsuludur? Aksiyon. Nümunələr və qeyri-nümunələr 4 nöqteyi nəzərindən baxılma imkanı verir. Söz ehtiyatını zənginləşdirir bu iş üsulu. Brayer modeli. Brayer modeli. Bəli, təşəkkürlər Səbinə müəllimə. Sonra kim qaldı? Xuraman müəllimə gəlsin. Xuraman müəllimə. Burdadır Xuraman müəllimə. Bəli, buradayam mən. Aha. Xuraman müəllimə, səsiniz niyə zəif gəlir? Nə olub? Qorxmusunuz deyəsən. Qorxmusunuz deyəsən.
Yox müəllim, oyanmağa çalışıram sadəcə. Gecə Hələ oyanmamısan, Xuraman müəllim. yox müəllim, evdə qrupları olub. Kimya dərsə də girə bilmədim. Müəllimə də yaza durdum. Dərs nəsə atanmadı deyəsən yüklənməmişdi. Nəsə belə gec yatmışam. Səhərə yaxın qədər gözləmişəm ki, müəllim dərs açsın. O da sonra Yaxşı. yuxuya getmiş. Müəllimə, bax belə bir sual verim sizə. Şagird tikiş maşınının işləmə mexanizmini ardıcıllıqla sadalayır. İdraki və burada biliyin növünü de. Müəllim, burada ardıcıllıqla sadalayırsa, burada Aha. bilik mən prosedural bilik deyirəm. Tətbiq eləmək yoxdur deyənə mən anlamaq deyirəm. Sən biabırçılıq elədin lap. Səbinə müəllimə. Sadalayır. Yuxudan Ben demirəm. hatırlamayır da burada. Hatırlayır. Xatırlaması. Ardıcıllıq var prosedural, bilik olaraq və taksonomiya olaraq da xatırlamaqdır. Sadalayır açar sözü xatırlamağın açar sözüdür. Bəs şagird ismin tərifini söylədi və ona uyğun nümunələr gətirdi. İdrakin hansı mərhələsidir? Siz demişdiniz, sizin səviyyəsini seçirsən, nümunələr gətirdi deyən anlamaq gətirilir. Nümunələr gətirirsə anlamaqdır, bəli, doğrudur. Deyirəm ki, şagird arqumentlərlə fikirlərini bildirdi. Müdafiə etdi. Argumentlərlə dəyərləndirmədir. Bəs Faktlarla iş usulu hansını götürərik? İş usulu. Argumentlərlə fikrini şeysə mən debat götürərdim. Debat götürsün. Debat hansı təfəkkürə uyğundur müəllimə? Təfəkkür. Necə? Tənqidi təfəkkürə uyğundur. Ay debat. sağ ol. Müzakirə. Bax, belə bir situasiya verim. Deyirəm ki, müəllim deyir. Sağlamlığımızı necə qoruyaq? Sualı verir. Uşaqlar fikirlərini söyləyirlər. Heç bir fikir qiymətləndirilmir. Heç kim heç kimə sən səhvsən, sən düzsən müdaxilə etmir. Söhbət hansı iş yolundan gedir? Beyin həmləsi mənə. Aferin, beyin əmləsi. Doğru. Təşəkkürlər müəllimə. Müəllimlər, qaldı kimsə? Bir dənə mən dərsimizi qayda eləmişəm, əzizlərim. Deməli, inşallah bir dənə sonda bir şey bildirmək istəyirəm müəllimlərimizə. Mən gələn aydan bu ayın sonuna qədər bizim sertifikasiya müəllimlərimizi yola salırıq. İmtahana hamınıza uğurlar arzulayıram və hamınızdan yüksək nəticələr gözləyirəm. İnşallah ki, onu da qazanasınız. Və növbəti aydan bizim müsahibə qruplarımıza start veriləcək. Və sizi hamınızı müsahibə qruplarımda gözləyəcəm. Birlikdə müsahibəyə də hazırlaşacağıq və YouTube üzərindən bizi izləyən müəllimlərə də məlumat üçün bildirmək istəyirəm ki, bizim müsahibə dərslərimizə qoşulmaq istəyən müəllimlər həm fərdi şəkildə, həm qrup şəklində müsahibə dərslərimizdən faydalanıb bəhrələnə bilərlər və YouTube-da bizim videomuzun altında əlaqə nömrələrimizə zəng vurub dərslər haqqında geniş məlumat ala bilərlər. Və dərslərimizin də özəlliyi odur ki, tamamilə canlı şəkildə hər bir müəllimlə hər dərs, yəni bütün müəllimlərə özünü təqdim etmə, yazmağa da dəstək olacam. Yəni mənim köməkliyimlə kimlər çətinlik çəkəcəksə özünü təqdim etmədə yazacam onlara və bizə qoşulmayan müəllimlər də və əlavə olaraq onu da bildirim ki, məsələn müəllim var müsahibəyə hazırlaşmır, amma təqdim etmə də hazırlaya bilmir. Tək təqdim etmə hazırlayıb icmal nümunələri də onlara müəyyən müəllimlərə kömək eləməyə çalışacağam. Amma təqdim etməni istənilən müəllimlər əlaqə saxlayıb məndən onlara mükəmməl şəkildə təqdim etmə də yazıb verə bilərəm. Və eləcə də müsahibə dərslərimizə deməli həm fərdi şəkildə, həm qrup şəkildə müsahibə dərslərimiz gələn aydan inşallah qruplarımız açılacaq. Hamınızı dərslərimizə qoşulmağa dəvət edirəm. Belə müəllimlər, sağ olun, hamınıza təşəkkürümü bildirirəm. Sağ olun.